Bu gün çoxumuzun əlində olan o balaca dronlar əslində böyük bir qorxunun və ehtiyacın məhsuludur. Hər şey 1849-cu ildə Venesiya göllərində başladı. Avstriya ordusu şəhəri mühasirəyə almışdı, amma toplar şəhərə çatmırdı. Bir mühəndis çıxıb dedi: "Gəlin partlayıcıları hava şarlarına bağlayıb küləyin ixtiyarına verək." Bu tarixin ilk kamikadze dron sınağı idi. Amma külək xəyanət elədi. Şarların yarısı dənizə düşdü, yarısı geri qayıtdı. İnsanlıq başa düşdü ki, sadəcə uçmaq kifayət deyil, həm də idarə etmək lazımdır. Aradan 50 il keçir. 1898-ci il New York Madison Square Garden. İnsanlar bir hovuzun ətrafında toplaşıb. Orada balaca bir qayıq var. Nikola Tesla əlindəki pultla, bu dünyanın ilk radio pultu idi, qayığı tərpətməyə başlayır. Camaat qışqırır: "Bu şeytandır. İçində öyrədilmiş balaca meymun var." Tesla isə sakitcə cavab verir: "Xeyr, bu bir canlının deyil, bir maşının ruhudur. Bax, sən bugün dronla uçanda işlətdiyin o radio dalğaların atası həmin o gün o hovuzda doğulmuşdu." Birinci Dünya müharibəsi zamanı radio texnologiyası inkişaf etdi. İngilislər pilotları hədəf vurmağa öyrətmək üçün radio ilə idarə olunan təyyarələr düzəltdilər. Bu, aparatların mühərriki elə vızıldayırdı ki, sanki göydə nəhəng bir erkək arı uçur. İngiliscə erkək arıya dron deyirlər. Ad o gündən yapışıb qaldı. Amma o vaxtlar bu arılar hələ çox kobud idi. Qəzaya uğrayanda onları düzəltmək bir sərvətə başa gəlirdi. Eynən sən də ilk dronu divara çırpanda çəkdiyin o xətt kimi. 1960-cı illər. Soyuq müharibənin ən qızğın vaxtı. ABŞ və SSR bir-birini izləmək üçün pilot göndərməkdən qorxurdular. Çünki pilot vurulsa, müharibə düşəcəkdi. Beləcə Red Wagon layihəsi yarandı. Bu aparatlar Vyetnamın cəngəllikləri üzərində minlərlə uçuş etdi. Amma bir problem var idi. Çəkilən şəkillər rəqəmsal deyildi. Dron uçub gəlməli idi ki, kaset içindən çıxarılmalı və laboratoriyada yuyulmalı idi. Bugün biz dronla canlı yayım edirik. O vaxt isə kadrı görmək üçün günlərlə gözləyirdilər. 2000-ci illərdə hər şey dəyişdi. Niyə? Çünki cib telefonları çıxdı. Telefonlar üçün hazırlanan kiçik sensorlar, aksolometrlər və ucuzlaşan GPS modulları dron mühəndislərinin işinə yaradı. 2006-cı ildə bir gənc oğlan, Frank Wang, Hong Kongda bir yataqxana otağında dizayn şirkətini qurur. Onun məqsədi hərbi texnologiyanı oyuncaq qədər sadə etmək idi və o bacardı. 2013-cü ildə Phantom seriyası çıxanda dron artıq hərbi silahdan çıxıb yaradıcı bir alətə çevrildi. Baxın, bu qədər tarixdən danışdıq. Amma mən bu illərdə başa düşdüm ki, tarixin ən böyük dronu belə onu idarə edən pilotun problem həll etmə qabiliyyəti yoxdursa, sadəcə bir parça metal yığınıdır.